Salam, axşamınız xeyir, xoş gördük, hörmətli müəllimlər. Bir müddətdir fasilədən sonra yenə qaldığımız yerdən davam edirik mövzularımıza. E, Ən son biliyin növlərini keçmişdik. Bu gün biliyin növləri sınağını da aktivləşdirəcəm tətbiqdə, onu da işləyə bilərsiniz. Və bu gün yeni bir mövzuya başlayırıq, idraç taksonomiyası. Təbii ki, 100% imtahanda sual düşən mövzudur. Mövzu kifayət qədər uzun və böyükdür. Həzm olunması problem yarada bilər deyə mövzunu iki hissəyə ayırmışam. Aşağı və yuxarı təfəkkür səviyyəsi olaraq və bir-bir aşağı təfəkkür səviyyəsinə ayrı, yuxarı təfəkkür səviyyəsini isə ayrı şəkildə e, belə deyək, öyrənməyə çalışacağıq. Bugünkü dərsdə biz baxacağıq Bloom'un idrak taksonomiyasının e, və yaxud da ki, Bloom'un taksonomiyasının idraki sahəsinin mahiyyəti nədir? Niyə biz bunu öyrənirik? Niyə bu imtahanda düşür? Bu nədən bəhs edir? Bunun içində hansı mərhələlər var? İkinci isə baxacağıq idrak taksonomiyasının aşağı təfəkkür səviyyəsinin mərhələləri. Bunlar olacaq xatırlamaq, anlamaq və tətbiq etmək mərhələləri. Həmin bu mərhələlərin xüsusiyyətlərini öyrənəcək və digərlərindən fərqləndirməyi bacaracaqsınız. Ümumiyyətlə, taksonomiya nədir? Bu taksonomiya fəaliyyətin asandan çətinə, sadədən mürəkkəbə doğru düzülüşüdür. Necə ki, məktəb proqramımız birinci sinifdən başlayır 11-ci sinifə qədər çətinləşə-çətinləşə irəliləyir, gedir. Eyni şey taksonomiya üçün də keçərlidir. Taksonomiyada beynin içərisində gedən fəaliyyətlərin asandan çətinə, sadədən mürəkkəbə doğru irəliləməsi deməkdir. Benjamin Bloom 20-ci əsrin məşhur Amerikalı pedaqoqu və psixoloqudur. O idrak məsələlərini araşdırıb və özünün bir taksonomiyasını yaradıb. Bu taksonomiya üç sahəni əhatə edir. İdraki sahə, yəni insanın beynində gedən proseslər necə baş verir, sadədən mürəkkəbə doğru ardıcıllıq necə davam edir, bundan danışır. Emosional affektiv sahə hisslərdən danışır. İnsanın hissləri sadədən mürəkkəbə doğru necə inkişaf edir, bunu öyrənir. Bir də psixomotor sahə var. Psixomotor sahə insanın hərəkətləri necə o bələydə olduğu vaxtdan artıq yetkin fərd olduğu vaxta tərəf necə inkişaf edir, bundan danışır. Bizə imtahanda vacib lazım olan idraki sahədir. Ümumiyyətlə, niyə bu taksonomiya vacibdir? İnsanın beynində gedən proseslərin sadədən mürəkkəbə doğru sıralanması, niyə biz bunu öyrənirik, müəllim olaraq bunu bilməliyik? Yəni, öyrənilməsinin vacibliyini e, anlamalıyıq, dərk etməliyik. Bu, bir çox şeydə istifadə olunur, idrak taksonomiyası. Şagirdlərin akademik nailiyyətlərini yüksəltmək, onlarda tənqidi düşünmə, problem həll etmə kimi bacarıqların inkişafını təmin etmək üçün və eyni zamanda uşaqları daha çox inkişaf etdirib idrakçılarını yuxarı təfəkkür səviyyəsinə çatdırmaq üçün taksonomiyanın öyrənilməsi vacibdir və təhsil prosesində bütün dünyada ən önəmli məsələlərdən biri hesab olunur. İdraki sahə nədir? Başda da qeyd elədim. İdraki sahə insanın beynində olan proseslərdir, yəni idraki fəaliyyətlərdir, koqnitiv fəaliyyətlərdir. E, Biz beynimizin içində nə edirik? Bunu yada salaq. Biz beynin içində dünyanı, ətraf aləmi, özümüzü dərk edirik. İntellektual və ümumiyyətlə düşünmə bacarığımız elə beyindən irəli gəlir. İnsan beyninin daxilində elədiyi proseslər nə isə ona sual veriləndə onu yadına salır. Nə isə dərk eləyir, qavrayır, həyata keçirir, müqayisə eləyir, mühakimə yürüdür, əsaslandırır, qərar qəbul edir, nəticə çıxarır. Bütün bu proseslərin hamısı idraki fəaliyyət. Yəni bunlar əllə tutulan bir proses deyil, gözlə görülən bir proses deyil.
Bunlar hər biri bizim beynimizin içərisində davam eləyən proseslərdir. Beynimizin içində həyata keçən proseslərdir. Ona görə də bunlar idraki fəaliyyətdir. İdraç taksonomiyası da həmin bu beynin içində gedən bu prosesləri mərhələlərə bölür. Benjamin Bloom özü bu idraç taksonomiyası nəzəriyyəsini 1956-cı ildə nəşr etdirib və uzun müddət bütün dünyada ondan istifadə olunub. Bloom'un vəfatından sonra onun iki tələbəsi Anderson və Krasswell 2001-ci ildə onun taksonomiyasını təkmilləşdirirlər, daha da inkişaf etdirirlər, amma adını dəyişdirmirlər. Elə öz müəllimlərinin adına bunu saxlayırlar və bütün dünya hal-hazırda bu 2001-ci ildəki təkmilləşmiş formadan istifadə edir. Elə biz də həmçinin. E, Bloom'un özünün orijinal taksonomiya formasında mərhələlərin hər birinin adları gördüyünüz kimi bilik, anlama, tətbiq, təhlil, sintez, dəyərləndirmək. Bunlar hər biri nə idi? İsimlə ifadə olunmuşdu. Lakin onun tələbələri oturub fikirləşirlər ki, biz taksonomiyada nə öyrənirik? İdraki fəaliyyəti. Yəni idraki işdən danışırıq. İdraki fəaliyyət bir hərəkətdir də. İnsan beynində düşünürsə, beyin hərəkət eləyir. Təhlil eləmək, tətbiq, bunların hər biri bir hərəkətdir. Yəni beyində müəyyən bir iş icra olunur. Bütün dillərdə də hərəkəti bildirən nitq hissəsi isim yox, feildir. Və bunu belə əsaslandırıb qərara gəlirlər ki, bu mərhələlərin adlarını müəllimləri hamısını isimlə vermişdi. Axı bunlar hamısı bir idraki fəaliyyəti bildirdiyi üçün bunun adlarını feilə dəyişmək lazımdır. Dünyanın bütün dillərində hərəkəti bildirən hissəsi feildir. Ona görə də mərhələlərin adını dəyişdirirlər. Biliyi qoyurlar xatırlamaq, anlamanı qoyurlar anlamaq, tətbiqi qoyurlar tətbiq etmək, hamısını feil formasına keçirirlər. Və bir dənə də incə bir dəyişiklik eləyirlər. Sonuncu, 5-ci və 6-cı mərhələnin yerini dəyişdirirlər. Bloom deyirdi ki, ən yüksək mərhələ insanın dəyərləndirmə mərhələsinə çatmasıdır. Ee, Lakin tələbələri araşdırıb daha dəqiq nəticəyə gəlirlər ki, insanın beyninin çata biləcəyi ən yüksək nöqtə yaratmaq mərhələsidir. Ona görə də dəyərləndirməyə qoyurlar 2-yə, yaratmağa qoyurlar 1-ə. Bu 2 dənə dəyişiklik əsas olur taksonomiyada. Və biz indi hal-hazırda Anderson və Krasswell'un təkmilləşdirdiyi yeni versiyadan istifadə edirik. Bunun da adı elə Bloom taksonomiyasıdır. Sadəcə təkmilləşdirilmiş formasıdır. Deməli, insan yeni biliyi öyrənir, onu əzbərləyir, yadında saxlayır və biz müəllim olaraq çalışmalıyıq ki, şagirdimiz bu piramidanın ən aşağısından yuxarısına doğru irəliləsin. Yəni, uşaq öyrəndiyi məlumatı xatırlasın, onu anlasın, tətbiq edə bilsin, təhlil edə bilsin, dəyərləndirə bilsin və o məlumat əsasında yeni bir məhsul, layihə, fikir ortaya qoya bilsin. Yəni, yeni bir şey yarada bilsin. Daha sonra gəlir bu təfəkkür səviyyələri məsələsi. Bunun deməli e, taksonomiyasında ilk 3 mərhələ, çünki bu aşağıdan yuxarı gedir. İlk 3 mərhələ xatırlamaq, anlamaq və tətbiq etməyə deyirlər aşağı təfəkkür səviyyəsi. Biz bu gün elə bundan danışacağıq. Təhlil, dəyərləndirmə, yaratmağa isə deyirlər yuxarı təfəkkür səviyyəsi. İndi bir-bir bu mərhələlərə baxıb, bunların xüsusiyyətləri haqqında geniş danışacağıq. Təbii ki, yenə bir sual çıxır ki, Bloom taksonomiyası tədrisdə nə üçün lazımdır? Bu sualda sizə belə müsahibədə verə bilərlər. Gündəlik həyatda da biz bu sualla qarşılaşa bilərik. Birinci məsələ dərsi effektiv planlaşdırmaq üçün. Yəni, dərsin daha yaxşı planını, icmalını hazırlamaq üçün Bloom taksonomiyası vacibdir. Təlim nəticələrinin hazırlanması üçün, sual-cavab prosesində uşaqlara verdiyimiz sualların taksonomiyadakı hansı mərhələyə uyğun gəldiyini bilmək üçün, eyni zamanda uşaqlar üçün tapşırıq hazırlayan zaman və uşaqlar üçün qiymətləndirmə vasitəsi, resursu, yəni belə deyək də, summativ qiymətləndirmənin suallarını hazırlayan zamanda Bloom taksonomiyasına ehtiyac var. Bundan növbəti dərsin axırında bu barədə geniş danışacağıq. İndi başlayaq aşağı təfəkkür səviyyəsindən pillə-pillə irəliləyək ki, bu taksonomiya necə gedir.
Ən birinci, piramidanın ən altındakı mərhələ xatırlamaq mərhələsidir. Bu mərhələdə insandan tələb olunan çox sadə bir prosesdir. Ona verilən və yaxud da özünün araşdırma nəticəsində əldə etdiyi bilikdən, fakt, termin və yaxud da hansısa konsepsiyanın məlumatları xatırlayıb yadına salması lazımdır. Əgər şagirdimiz ona verdiyimiz məlumatı heç bir dəyişiklik eləmədən, öz sözləri ilə heç bir dəyişiklik etmədən, öz sözləri ilə ifadə etmədən olduğu kimi bizə qaytara bilirsə, deməli o sadəcə məlumatı xatırlayır, yadına salır. Bu o deməkdir ki, bu uşaq idraki sahənin ilk mərhələsindədir. Yəni birinci mərhələdə olduğunu uşağa necə müəyyən edirik? Ona sadəcə əzbər, faktoloji sual veririk. O sualımıza cavab verirsə, deməli o uşaq bizim öyrətdiyimiz məlumatı sadəcə yadında saxlayıb. Yəni xatırlama mərhələsi hafizəyə əsaslanır, yaddaşa əsaslanır. Bu mərhələdə uşaqdan nə soruşmaq olar? Necə müəyyən etmək olar ki, uşaq xatırlamaq mərhələsindədir yoxsa yox? Əsas anlayış və faktlar ki, olur dərsdə, bunları sual veririk. Uşaq bunlara cavab verirsə, demək xatırlamaq mərhələsindədir. Terminləri, düsturları, qaydaları bizə əzbər deyə bilirsə, yazıldığı kimi heç bir dəyişiklik etmədən. Demək bu uşaq xatırlamaq mərhələsindədir. Əvvəlcədən öyrəndiyi bilikləri tanımaq və yaxud da həmin biliklərin adını yadına sala bilirsə, yenə xatırlamaq mərhələsindədir. Yəni, xatırlanan məlumatı sadalayıb, yenidən bizə olduğu kimi qaytara bilməlidir uşaq. Bu mərhələnin xüsusiyyəti budur. Summativ qiymətləndirmələrdə də o 5 ballıq, 2 ballıq, 3 ballıq suallar əsasən xatırlama mərhələsində olan suallar olmalıdır. Yəni, sadəcə mövzunun içindən deyək ki, tarixdə hökmdarın adını bilsin, hakimiyyət ilini bilsin, nə bilim, hansı dövlətin hökmdarı olduğunu yadına salsın. Bax, budur. Xatırlama mərhələsində olan tapşırıqlar sadəcə yaddaşı yoxlayır ki, bu yaddaşda bu məlumat, fakt var, yoxsa yoxdur. Bunları ölçür. Tapşırıq nümunələrinə baxsaq, xatırlamaq mərhələsinə aid tapşırıq nümunələri cərəyan şiddətinin ölçmə vahidi hansıdır? Baxın, faktoloji sualdır. Uşaq cərəyan şiddətini ölçmə vahidini bilməlidir ki, bu suala cavab versin. Və yaxud da aşağıdakılardan hansı düzəltmə sözdür? Bir 5-6 dənə söz verir uşağa, içindən düzəltmə sözləri seçməlidir. Düzəltmə sözünün qaydasını yadına salmalıdır, həmin qaydaya uyğun gələnləri oradan götürməlidir. Və yaxud da istiqlaliyyət bəyannaməsi neçənci ildə imzalandı, uşaq buna cavab verməlidir. Fotosintez hadisəsi necə baş verir? Burada fotosintez hadisəsini necə sözünü görəndə adama biraz şey gəlir, ki, burada bir iş var, proses var, lakin bu belə deyil. Fotosintez hadisəsinin baş verməsi standart bir prosesdir və uşaq bunu sadəcə kitabda yazıldığı kimi yadına salıb bizə geri qaytarmalıdır. Məhsul növünün düzəlməsi, konkret şəkilçilərin quruluşu ilə necə düzəlir? Uşaq bunu əzbər bilməlidir. Bax, bunlar xatırlama mərhələsinə aid olan tapşırıq nümunələrdir. Xatırlama mərhələsinə aid tapşırıq əsasən olur, biz keçən dərs biliyin növlərini keçəndə demişdik, faktoloji biliyinə əlaqəli olur. Faktoloji bilik. Deməli, xatırlama mərhələsi faktoloji biliklə əlaqəlidir. Çünki verilən bütün sualların cavabı konkret fakt. Keçirik növbəti mərhələyə. Növbəti mərhələ anlamaq mərhələsidir. Burada artıq bir qədər beyin daha mürəkkəb iş görür. Xatırladığı məlumat, fakt və yaxud da konsepsiyadan məna çıxarmalıdır. Yəni, öz əvvəlki bilikləri ilə yeni bilik arasında əlaqə qurmalıdır. Bu mərhələ həmişə yox, əsasən, yəni 99% hallarda konseptual biliklə əlaqəli olur. Konseptual bilik nə idi? Beyində olan faktoloji biliklər arasında əlaqə qurmaq idi. Nə üçün sualına cavab verən bilik idi. Xatırlamaq mərhələsində də məlumatı artıq uşaq sadəcə öyrəndiyi formada əzbər olaraq yox, öz sözləri ilə izah eləyərək çatdıra bilirsə, ümumiləşdirə bilirsə, qruplaşdıra bilirsə, bu olur anlamaq mərhələsi. Deməli, burada bu mərhələ niyə konseptual biliklə əlaqəlidir? Çünki faktlar, ideyalar arasında əlaqə qurmaq tələb olunur. Hadisə və prosesləri izah eləmək, şərh eləmək nəzərdə tutulur. Verilmiş vəziyyətdə anlayışın necə tətbiq oluna biləcəyini izah eləmək tələb olunur. Yəni, səbəb-nəticə əlaqəsini müəyyənləşdirmək, Venn diaqramı sualları,
A və B-ni müqayisə edirik, deyək ki, oxşar cəhətləri, fərqli cəhətləri yazırıq. Bu tipli suallar hamısı anlamaq mərhələsinə aid suallardır. Eee, Hətta bəzən belə suallar olur, bütün ixtisaslarda səbəb-nəticə əlaqəli suallar. Səbəbi verir, nəticəni istəyir və yaxud da nəticəni verir, səbəbi istəyir. Bunlar da hamısı anlamaq mərhələsini yoxlayan suallardır. Yəni uşaq görək anlamaq mərhələsinə çatıb yoxsa yox. Bunu yoxlamaq üçündür. Tapşırıq nümunələrinə baxırıq. Verilmiş anlayışları təsviri ilə uyğunlaşdırın. Bilirsiniz necə suallardır o? Belə suallar olur. 1, 2, 3 uyğunluğu müəyyən edin. Aşağıda A, B, C, D, Y belə uyğunlaşdırırıq. 1A, D, misal üçün 2B, Y, 3C. Bax, bu tipli suallar e, anlamaq mərhələsinə aid suallardır. Uyğunluğu müəyyən etmək tipli suallardır. Sonra iki fərqli anlayışın fərqini izah eləmək, fikirləri nümunələrlə əsaslandırmaq, səbəb-nəticə əlaqələrini izah eləmək, məsələn, sinus kosinusun fərqini izah eləmək, verilmiş düstura əsasən məsələni həll eləmək. Bunlar anlamaq mərhələsinə aid tapşırıqdır. Məsələ həll eləmək bizi çaşdırmasın. Əgər bizə düstur verilibsə, bu artıq anlamaq mərhələsidir. Yəni sən özün düşünüb qərar vermirsən ki, bu məsələni hansı düsturla həll edəcəm. Sənə konkret düstur verilib, deyib ki, aşağıdakı məsələni bu düsturla həll edə. Misal üçün, kitablarda, məktəb dərsliklərində hər bir dərsin sonunda sual və tapşırıqlar olur. E, Riyaziyyat dərsində deyək ki, məsələ və misallar olur. Bütün bu məsələ, misal, sual və tapşırıqlar dərsin sonunda verilibsə, uşağın onu yazması tətbiq etmək demək deyil. Uşağın onu yazması sadəcə anlamağını göstərir. Çünki yuxarıda konkret dərs var. Onun altında tapşırıq var. Uşaq artıq o tapşırığı yazmağa başlayanda bilir ki, bu tapşırığın bütün həlli yolu yuxarıdakı dərsin içində öyrəndiyim biliklərdir. Yəni düşünmür ki, görəsən burada nə tətbiq edəcəm. Bilir ki, yuxarıdakı dərsin içində olan düstur varsa düstur, nə bilim, rəqəm varsa, izah varsa, onu götürüb aşağıda tətbiq etməliyəm. Ona görə də bunlar dərsin sonunda verilən tapşırıqlar, nümunələr e, nəyi ölçür? Anlamaq mərhələsini ölçür. İmtahanda da ən çox belə şeylər çaşdırır. İmtahanda düşünürlər ki, hə, bu tətbiqdir, yox. Biz elə verilənin əsasında nəsə yazırıq, işləyiriksə, bu tətbiq deyil. Bu bizim bizə ötürülən dərsin, keçdiyimiz dərsin anladığımızı belə deyək də nümayiş etdirir. Necə ki, mən dərsi keçirəm, sonra dərsin sonunda sizə sual, tapşırıq, müddəalar, situasiyalar göstərirəm. Siz bunları işləyirsiniz. Bu zaman bu sizin tətbiq elədiyiniz mənasına gəlmir. Dərs ərzində keçirilənləri nə dərəcədə anladığınızı göstərir ki, əgər anlamısınızsa, siz o dərsin sonunda göstərdiyimiz situasiyalara doğru cavablar verirsiniz. Yəni mən burada sizin tətbiq etmək bacarığınızı yox, anlamaq bacarığınızı ölçürəm. Gəlir növbəti tətbiq etmək mərhələsi. Tətbiq etmək mərhələsi. Artıq hə, bu mərhələdə e, bir qədər əvvəlkindən tamam fərqli olur vəziyyət. Hər hansı bir çalışma, məsələ və yaxud da problemin həlli zamanı uşaq beynində olan, öyrəndiyi biliklərdən istifadə etməsi tələb olunur. Yəni şagird sizdən aldığı məlumatı hansısa yeni bir vəziyyətdə tətbiq eləməlidir, öz dərdinin, sərinin, probleminin həllində istifadə etməlidir. Bu mərhələdə prosedural biliklə əlaqəli olur. Deməli, xatırlamaq mərhələsi, e, ulduz qoyub yazıram. Xatırlamaq mərhələsi, xatırlamaq. Əlaqəli oldu faktoloji biliklə. Faktoloji. Sonra anlamaq mərhələsi. Əlaqəli oldu konseptual bilik. Tətbiq etmə mərhələsi isə əlaqəli oldu prosedural biliklə. Prosedural. Bunu yadımıza saxlayırıq. Uşaq artıq burada sizdən öyrəndiyi biliyi, məlumatı, informasiyanı hansısa yeni bir vəziyyətdə
istifadə etməyi bacarmalıdır. Yəni şagird öz biliklərindən istifadə edərək hər hansı bir işi icra eləyir artıq. Nəzəri biliklər qazanıb uşaq, hansısa bir qaydalar öyrənib, onları konkret bir situasiyada istifadə edir. Uşağın qarşısına bir dənə ümumi sınaq qoyursunuz, bura qədər keçdiyi hər şey onun içində var. Və bu zaman uşaq həmin ümumi, deyək ki, sınağa baxır və e, düşünür ki, hansı sualda mən beynimdə olan hansı biliyimdən istifadə etməliyəm. Yəni burada artıq mövzu sınağı işləyəndə uşaq belə şeyi düşünmür. Çünki mövzunun adı bəllidir. Uşaq bilir ki, müəllimin bu sınağında olan bütün sual və tapşırıqlar konkret bir mövzudandır. Amma ümumi sınaqda bu belə olmur. Ümumi sınaqda hər sual fərqli bir mövzudan olduğu üçün hər dəfə uşaq yenidən düşünməlidir. Belə. Eee, Sonra hər hansı bir praktik problem çıxır uşağın qarşısına. Uşaq yadına salır, xatırlayır ki, mən bu problemə hansı uyğun üsullar bilirəm, həmin üsulların arasından hansı effektivdir, onu tətbiq eləyir. Hər hansı məlumatı proqramlaşdıranda və yaxud da hesablama mühitində icra eləyəndə bu da tətbiq etmək olur. Ümumiyyətlə, proseduru ardıcıllıqla yerinə yetirmək, bir işi icra eləmək, təbii ki, tətbiq etməyin xüsusiyyətini daşıya bilir. Buna aid tapşırıqlara baxsaq, misal üçün, uşaqlara keçirilən dərsin əsasında layihə hazırlamaq tapşırığı versək, bu olacaq tətbiq. Baxmayaraq ki, layihə var, layihənin adını biz yaratmaqda da çəkəcəyik, amma keçirilən dərs əsasında dediyimiz üçün bu olur tətbiq. Və yaxud da hansısa bir əsəri səhnələşdirməyə tapşırığı veririk, tətbiq. Tədbirin büdcəsini hazırlamağın tapşırığını veririk. Uşaq burada bir neçə fəndən istifadə elədiyi, öyrəndiyi, qazandığı bacarıqları tədbir büdcəsini hazırlayan zaman istifadə edəcək. Bu da olacaq tətbiq etmək mərhələsi. Və yaxud da müxtəlif materialdan hazırlanmış əşyaların hansı suda necə üzəcəyini müəyyənləşdir. Burada artıq deyək ki, fizikadan, kimyadan öyrəndiyi biliklərini uşaq konkret bir situasiyada tətbiq edəcək. Bizdə təəssüf ki, belə bir məsələ var ki, deyək ki, müəllimlərə deyəndə taksonomiya, ümumiyyətlə taksonomiyanı qoyaq kənara. E, Müəllimə deyəndə ki, sən yaxşı müəllimsən, yoxsa özü orta müəllimi hesab edirsən, yoxsa zəif müəllimsən. Təbii ki, heç kim özünə zəif demir. Amma deyir ki, baba mən neynəməliyəm deyir. Uşağa dərs keçirəm deyir. E, Hər şeyi öyrədirəm. Sonra səhər gün gəlirəm, dərsdə uşaqdan öyrətdiklərimi soruşuram. Əzbər bildiklərini əzbər, bilmədiklərini deyirəm öz sözləri ilə desin. Sonra da qabağına bir dənə test qoyuram. Uşaq onu yazır. Da mən nağarmalıyam. Mənim bütün işim bitdi. Bax, yanlış düşüncə burada başlayır. Deməli, müəllim deyir ki, mən uşağa dərsi keçirəm, öyrədirəm e, və səhər gün gəlib əzbər soruşuram. Bu oldu nə? Xatırlamaq mərhələsi. Uşağa məlumatları verdi və ondan olduğu kimi soruşdu. Bu oldu anlamaq. Sonra uşaq deyir, bəzi şeyləri əzbər deyə bilməyəndə öz sözləri ilə istəyirəm ki, onu mənə izah eləsin, başa salsın. Bu nə olur? Bu da olur anlamaq. Sonra deyir, qabağına test qoyuram, uşaq testləri yazır. Amma sonra gedir imtahanda deyir, nəticə göstərə bilmir. Daha mən neynəməliyəm? Testi də yazdı. Testi də yazması olur, tətbiq etmə mərhələsi. Bax, bizdə təfəkkür burada problem yaradır. Biz düşünürük ki, elə uşağa məlumatı vermək, səhər gün əzbər soruşmaq, öz sözləri ilə, nümunələr gətirməklə izah eləməsini tələb eləmək və testin üzərində tətbiq eləyə bilməsini formalaşdırmaqla iş bitdi. Bax, səhvimizi burada edirik. Bununla iş bitmir. Bundan sonra, yəni biz gəlib çatırıq hələ aşağı təfəkkür səviyyəsinin axırına. Bütün dünya artıq o aşağı təfəkkür səviyyəsindən keçib yuxarı təfəkkür səviyyəsinə. Yəni bizim növbəti dərsdə keçəcəyimiz təhlil, dəyərləndirmə, yaratmağa keçiblər. Biz isə öz işimizi uşağın test yaza bilməsi ilə kifayətləndiririk. Deyirik, da uşaq mənim keçdiyimi öyrəndi, ondan test yaza bilirsə, tardı getdi da məndən yoxdur, mən öz işimi görmüş hesab olmuram. Amma ona görə də bizim təhsil səviyyəsi ilə dünyadakı təhsil səviyyəsi bir-birindən kəskin fərqlənir. E, Deyək ki, bizim məktəbi bitirən uşaq
Gedir hansısa bir xarici ölkədə ali məktəbə qəbul olur. Çox demirəm, bir 6 ay sonra o uşaq ölkəyə qayıdanda və ya 1 il sonra ölkəyə qayıdanda onunla oturub söhbət eləyəndə necə düşüncə tərzinin, danışığının, nitqinin kəskin şəkildə fərqləndiyini görə bilərik. Səbəb nədir? Çünki onlar yuxarı təfəkkür səviyyəsinə, beynin daha çətin edə biləcəyi işlərə fokuslanırlar, uşaqlarda bu cür bacarıqlar formalaşdırırlar. Biz isə elə testdə dayanırıq. Yəni tətbiq etməkdə dayanırıq. Piramidanın ortasına çatanda düşünürük ki, artıq bütün işimizi yerinə yetirdik, bütün funksiyamız başa çatdı. Bax, problem hamısı burdan qaynaqlanır. Testdən sonra da növbəti mərhələlər var. Sadəcə bizim təhsil sistemimizin quruluşu belədir ki, bizdən tələb olunan həm cəmiyyətin, həm e, deyək ki, nəticə istəyən, deyək ki, nazirliyin belə arzusu, istəyi budur ki, uşaqlar deyək ki, yüksək bal yığsınlar. Məktəblərin reytinqi belə 9-cu sinifin buraxılış imtahanları ilə hesablanır, bunlar əsas götürülür. E, Bax, belə bir şəraitdə ona görə də normaldır ki, bizim cəmiyyətin müəllimləri e, uşağın test yaza bilməsini son mərhələ, son düşüncə olaraq hesab edirlər. Lakin dediyim kimi dünyada bunun davamı da var. Yuxarı təfəkkür səviyyəsi var. Bunun içində təhlil etmək, dəyərləndirmək, yaratmaq mərhələləri var. Dünya bunun üzərində çox iş aparır. Ona görə də o təhlil etmə mərhələsinə çatan şagirdlərin təbii ki, beyni daha çox inkişaf eləyir. Dəyərləndirmə mərhələsində olan uşaqlar daha yaxşı fikir bildirə bilirlər. Yaratma mərhələsində olanlar isə daha çox yeniliklər tapa bilirlər, daha çox yeniliklər kəşf eləyə bilirlər. E, Belə deyək. Ona görə də fikir verin, ədəbiyyat üzrə Nobel mükafatları və yaxud da yeni elmi texniki kəşflər postsovet ölkələrindən çıxmır. Çünki postsovet ölkələri aşağı-yuxarı hamısı eyni təfəkkür səviyyəsinə, yəni aşağı təfəkkür səviyyəsinə yönəlik işlər aparırlar. İmtahan sistemləri də aşağı-yuxarı eyni olur. Ona görə də bizdə o yaratmaqlıq və sair uşaqların sayı 3-5 ildən bir nəfər çıxır ya da yox. E, O inkişafımız istənilən səviyyədə olmur. Deməli, bir də refleksiya edəsək, aşağı təfəkkür səviyyəsində 3 mərhələ var. Birinci mərhələ xatırlamaqdır. Uşağın bu mərhələdə olduğunu necə yoxlayırıq? Ona sadə faktoloji suallar veririk. Yəni bu mərhələdə uşaqdan tələb olunan nədir? Hansısa məlumatı, biliyi və yaxud da terminin fərqi yoxdur. Sadəcə yadına salıb xatırlamalıdır. Olduğu kimi bizə yaddan salıb, xatırlayıb, əzbərləyib deməlidir. Gəlirik anlamaq mərhələsinə. Bu mərhələdə artıq həmin o faktoloji biliklər arasında əlaqə qurmaq tələb olunur. Məlumatı uşaq bizə müxtəlif formada təqdim etməyi bacarmalıdır bu mərhələdə, əgər beyni gəlib inkişaf edib bu mərhələyə çatıbsa. Yəni bizim məqsədimiz uşağı elə xatırlamaqda saxlamaq olmamalıdır. Taksonomiyada belə bir şey var ki, e, onsuz da hər bir mərhələ özündən əvvəlki bütün mərhələləri öz içində ehtiva edir. Xatırlamaqdan əvvəl heç bir mərhələ yoxdur. Ona görə də orada ancaq hafizə, yaddaş işləyir. Anlamaq mərhələsində isə uşağın beynində həm də xatırlamaq olmalıdır. Yəni xatırlamağa aid xüsusiyyət. İnsan birinci gərək hansısa bir məlumatı yadına sala bilər, xatırlaya bilər ki, onu müxtəlif formada izah eləyə bilər, öz sözü ilə deyə bilər və yaxud da ona aid nümunə gətirə bilər, izahatını verə bilər, qruplaşdıra bilər, bu kimi xüsusiyyətlərə sahib olsun. Deməli, anlamaq məsələn nə istəyir? Həmin o xatırladığımız, yadımızda saxladığımız məlumatdan, faktdan, konsepsiyadan bir məna çıxardaq. Öz əvvəlki biliklərimiz, faktlarımız, beynimizdə yer alan faktlardan istifadə edib hansısa suala cavab verək. Məsələn, uşaq soruşur ki, Azərbaycan Xalq Cümhuriyyəti e, neçənci ildə süqut elədi? Deyirik ki, 28 aprel 1920-də. Deyir, yaxşı, bəs müəllim, nə üçün süqut elədi? Niyə süqut elədi? Səbəb nə idi? Hə, bu zaman artıq bir süqutla bağlı bildiyimiz bir 20-30 dənə fakt var. Həmin faktlar arasında əlaqə quraraq süqut prosesinin necə olduğunu uşağa izah eləməyə başlayırıq. Bu olur artıq anlamaq mərhələsinin fəaliyyəti. Əgər biz o beynimizdə elə ancaq o rəqəmlə hər şeyi əzbərləsək, bizə bu cür sual veriləndə onu izah eləyə bilməyəcəyik. Mütləq ki, rəqəmə qaçacağıq, rəqəmsiz izah eləyə bilməyəcəyik. Əgər o şeyi həqiqətən biz anlamışıqsa, başa düşmüşüksə, onu izah eləyib
çatdıra bilirik. Bax, anlama mərhələsinin xüsusiyyəti məhz budur. Beynimizdə olan faktoloji biliklər, əzbərlədiyimiz məlumatları bir-bir neyronlarla əlaqələndiririk bir-biri ilə. Bir növ o nöqtələri xəttlə birləşdirib bir hörümçək toru yaradırıq və bu torun vasitəsilə öz fikirlərimizi izah edirik. Uşaqlar da bizi başa düşürlər. Eyni şeyi uşaqdan da tələb edirik. Tətbiq etmə mərhələsində isə hər hansı bir beynimizdə olan həmin o anladığımız, xatırladığımız biliyi yeri, məqamı çatanda müəyyən situasiyada bizi vəziyyətdən çıxarmaq üçün, problemimizi həll eləmək üçün, işimizi həll eləmək üçün istifadə etməyimizdir. Hansısa bir tapşırıq verilib bizə, beynimizdəki bilikdən istifadə edib o tapşırığın öhdəsindən gəlirik. Yəni bir iş icrası var da tətbiq etmə mərhələsində. Ona görə biliyin növlərindən prosedural biliklə e, tamamilə əlaqəli hesab olunur. Belə, başqa bir son deyəcəyim məsələ mərhələlərin adlarıdır. Bu mərhələlərin adları xatırlamaq, anlamaq, tətbiq, təhlil, dərinləmə yatmaq. Bizdə müəllimlərin taksonomiya suallarını çox vaxt səhv eləməsinin səbəbi elə bu mərhələlərin adlarından qaynaqlanır. Müəllimlər düşünürlər ki, mərhələnin adı elə Azərbaycan dilində necə başa düşülürsə, onun içindəki o fəaliyyətlər də elə ondan danışır. Bu belə deyil. Mərhələlərin adlarının hər biri bir termindir. İngilis dilində yazıb Bloom kitabını və bunlar bir termin olaraq bizim dilimizə gəliblər və sadəcə biz həddən artıq çətin terminlər qalmasın deyə tərcümə eləyəndə mərhələlərin adlarını Azərbaycan dilindəki leksik qarşılığı ilə əvəz etmişik. Bəzi mərhələlərdə təbii ki, mərhələnin adındakı sözün mənası Azərbaycan dilində necədirsə, içindəki işlə üst-üzə düşür. Amma bir çox mərhələdə bu üst-üzə düşmür. Ona görə də biz mərhələlərin adına baxıb elə bunun içində bu olar deyə düşünməməliyik. Bu ən böyük yanlışlardan biridir. Mərhələlərin adı termin olduğu üçün hər bir mərhələnin adı öz içərisində pedaqoji və psixoloji məqamları ehtiva eləyir. Ona görə də bunu görməzdən gəlmək olmaz. Yəni anlamaq mərhələsi deyəndə elə içində ancaq uşaq anlamalıdır deyə bir şey yoxdur. Bunun içərisində çox geniş anlayışlar yer alır. Tətbiq etmək mərhələsi deyəndə elə mütləq uşaq tətbiq etməlidir deyə bir şey yoxdur. Onun içində daha geniş deməli izah var. Ona görə də elə mərhələnin adını görüb, elə Azərbaycan dilində bunu necə başa düşürəmsə, test sualını da baxıb görüm mətndə hansı sözə uyğun gəlirsə onu götürüm. Bu yanlış yanaşma olur. Müəllimləri çox vaxt taksonomiyadan düşən sualın səhv eləməyinə səbəb olur. Bax, belə bir xüsusiyyəti var taksonomiyanın. Bunu da dedim ki, yadımızda qalsın. Yəni, bu xatırlamaq, anlamaq, tətbiq, bunların hər biri nədir? Bir termindir. Biz elə bunun tətbiq etmək deyəndə nəsə bir iş görmək kimi başa düşməyimiz doğru deyil. Yuxarı təfəkkür səviyyəsindəki mərhələlərdə bu bizə ciddi problemlər yaradacaq, çünki orada tamam fərqli izahları var. Yəni sözün Azərbaycan dilindəki mənası ilə o mərhələnin içindəki xüsusiyyətlərin heç də hamısı üst-üstə düşməyəcək. Bu da testlərdə bizi çox tez yanılda bilər. Bu mövzu ilə bağlı sınaq, eyni zamanda situasiyalar, nümunələr, müddəaları növbəti dərsin sonunda sizə göstərəcəm. E, Yuxarı təfəkkür səviyyəsini öyrənəndən sonrakı kompleks şəkildə olsun. Bir dərsə bunu keçmək insan beynini həddən artıq yükləyir. Çünki bu bir qədər necə həzm olunaraq getməli olan mövzudur. Hələ ki aşağı təfəkkür səviyyəsini bilək, buna aid məlumatlar beynimizdə tam yerləşsin. İnşallah şənbə günü biz yuxarı təfəkkür səviyyəsində bunun üzərinə inşa eləyəcəyik. Daha belə deyirəm, rahat formada növbəti dərsdə artıq ümumiləşdirəcəyik. Bütün mərhələləri bir-birindən ayıran xüsusiyyətlər, imtahanda düşən sual situasiyalarını da eyni zamanda qarşımıza qoyacağıq. Ümumiyyətlə taksonomiyaya aid sualları cavablamağın rahat yolu mərhələnin adını axtarmağa vəzinə situasiyanın özünü oxuyub, orada taksonomiyadan olan suallar tapşırıq şəklində olur da. Müəllim şagirdlərə tapşırıq verir və sualın mətnində soruşur ki, e, sizcə bu tapşırığı verməkdə müəllimin məqsədi hansı taksonomiyanın mərhələsini
inkişaf etdirmək idi. Yəni suallar 99% bu formada düşür və burada biz qərar verməliyik ki, müəllim bu tapşırığı uşağa verməklə onun beynini taksonomiyanın hansı mərhələsinə çatdıra bilər. Ona görə də tapşırığın mətnini tam oxuyuruq. Burada uşağın beynində hansı iş gedəcək, hansı idraki fəaliyyət göstərəcək uşaq bu tapşırığa cavab verəndə, o olur bizim cavabımız. Burada doğru yanaşma budur. Səhvlərin çox olmasının səbəbi olur ki, müəllimlər elə o situasiyada yazılan müəllimin beyni ilə düşünməyə çalışırlar, amma ən böyük yanlış budur. Bir situasiyanı oxuyanda uşağın beyni ilə düşünməliyik ki, müəllim bəlli bir tapşırığı uşağa verir. Bu tapşırığı kim icra edəcək? Uşaq. Məndən də tələb olunur ki, uşağın beynində gedəcək idraki fəaliyyətin hansı olduğunu, taksonomiyanın hansı mərhələsinə uyğun olduğunu tapın. Bu prizma ilə baxanda taksonomiya suallarının cavabını 99% halda tapmaq olur. Nə qədər uzun olsa da, böyük olsa da, çətin olsa da tapmaq olur. Yəni biz uşağın gözündən baxmalıyıq tapşırığa ki, o bunu icra eləyəndə beynində hansı idraki fəaliyyət, xatırlamaqmı olacaq, anlamaqmı olacaq, tətbiq etməkmi olacaq? Oradakı situasiyanı oxuyanda başa düşürük də. Əgər müəllim uşağa tapşırıq veribsə ki, deyək ki, nə bilim, ismin qurlusca növlərini sadala, avtomatik başa düşürəm ki, uşaq burada nə etməlidir? Əzbər şəkildə ismin qurlusca növlərini saymalıdır. Demək, bu nə olacaq? Uşaq sadəcə bu məlumatı quruluş növlərini yadına salmalıdır. Bu oldu xatırlamaq. Cavab oldu xatırlamaq. Yəni, bu dərəcə əslində sadə bir baxış prizması var, amma müəllimlər o imtahanda həyəcan, stres, gərginlik, bir də onlara bu yolu öyrətməyəndə tamam fərqli yollardan, bəzi müəllimlər məsəl üçün feilləri əzbərləyirlər. E, Kitabda feillər verilib ki, bu feillər filan mərhələdə olur. Həmin məsələ ilə bağlı gələn dərsdə danışacağam ki, mən qəsdi şəkildə oturub, fikirləşib, bir feili taksonomiyanın 5 dənə fərqli mərhələsində işlətmək mümkündür. Yəni, feil əzbərləmək çıxış yolu deyil, situasiyanın mahiyyətini anlayıb dərk eləmək lazımdır. Belə. Taksonomiyanın aşağı təfəkkür səviyyəsi ilə bağlı mənim deyəcəklərim bu qədər idi. İndi kimin sualı var, verə bilər mənə. Nümunələrə, situasiyalara növbəti dərsin sonunda bütün mərhələləri tamamlayandan sonra baxacağıq. 100% sual düşən mövzudur idraç taksonomiyası. Yəni imtahanın növündən asılı olmayaraq mix, sertifikasiya hamısına, bütün ixtisaslara düşür və hamının ixtisasında taksonomiyadan düşən tapşırıq nümunəsi hamının öz fənninə aid olur ki, daha rahat başa düşsün. Yəni deyək ki, sizə deyək ki, ixtisasınız tarixdirsə, riyaziyyat düşən deyil, riyaziyyatdırsa, Azərbaycan dili düşən deyil. Yəni müəllimin sinifdə şagirdə verdiyi o ki, tapşırıq nümunəsi var, onu rahat başa düşəsiz deyə hamının öz ixtisasına aid tapşırıq nümunəsi yazılır ki, o tapşırığı həll eləmək üçün uşağın beyninə girib onun gözündən baxa biləsiniz, rahat olsun deyə. Belə. Sual olan var. Xeyr, müəllim, yoxdur. Çox gözəl, əla. Dərs bitən kimi mən biliyin növləri sınağını aktiv eləyəcəm. Tətbiqdən girib işləyə bilərsiniz. Sonuncu mövzumuzdan sonra biliyin növləri sınağı qalıb. Taksonomiya ilə bağlı isə növbəti dərsi keçəndən sonra yenə sınağı da olacaq. Eyni zamanda dərsdə də mən sizə bir xeyli situasiya, nümunə, əvvəlki illərdə imtahanda istifadə olunmuş sualların nümunələrini nümayiş etdirəcəm və onları bir yerdə işləyəcəyik ki, məsələ ilə bağlı təbii ki, anlamadığımız, başa düşmədiyimiz məqamlar olacaq. Həmin məqamları aradan qaldıraq. Buna görə də xahiş edəcəm ki, sual verəsiniz. Anlamadığınız hər hansı bir detal, məsələ varsa, mütləq onu sual verin ki, biz onu aydınlaşdıraq. Yəni, bu mövzu üstündən keçə biləcəyimiz mövzu deyil. 100% qarşımıza sual olaraq çıxacaq. Ülvi müəllim, axşamınız xeyir olsun. Ülvi müəllim, bir xahiş edeyim də sizdən. Buyurun. Biz indiyə qədər keçdiyimiz mövzular var. Orada bəzi mövzularda bizdə oldu da bu virusla bağlı xəstəliklər falan girə bilməm. Mən məsələn bir neçə dərsdə iştirak edə bilməmişim. Bəli, Onları çox bəli. xahiş edirəm. Konspekt kimi siz belə mövzunu qoyun qrupa ki, siz ardıcın nələri keçmisiniz. Biz onları bir-bir başlayaq, təkrar eləyək. Yəni mən özüm üçün deyirəm də indi
Müəllimlər də Mobil yəqin ki, tətbiqdə ardıcıl vacibdir. formada var müəllimə. Mobil tətbiqə daxil olun. Orada hamısı ardıcıl formada, hər bir mövzu, altında mövzu sınağı və onun altında dərs qeydləri, konspektləri. 1, 2, 3, 4, 5 rəqəmlənmiş formada, ardıcıl formada var. Neçə mövzu Tətbiq. keçmisiniz? Onları mobil tətbiqə girirəm. Orada bəzi şeylər var, dərs qeydləri, video materiallar Bəli, belə dərs qeydləri araşdırdım həmin mən. dərsə aid konspektlərdir. Bircə saniyə, bir dənəsini nümunə olaraq sizə nümayiş etdireyim. Rahat olsun sizin üçün. Orada sıralama rəqəmlər var. Mən sayı saymıram deyə. E, indi sizə nümayiş etdirəcəm bir dənə nümunə. İki tətbiqdə hansı ardıcıllıqla verilir. E, deməli, bax bu şəkildə tətbiqi açanda qarşınıza çıxır. Bircə saniyə. Hə. Baxın, deyək ki, birinci mövzu kurikulum nədir? Altında həmin mövzunun sınağı var, yəni kurikulum nədirin və altındakı dərs qeydləri, yəni 3 nömrəli. Elə həmin kurikulum nədir dərsinin dərsində istifadə olunan konspekt. Ondan sonra gəlir deyir ki, təhsil qanunu, onun altında həmin mövzuya aid sınaq, altında Aha, başa dərs düşdüm. qeydləri. Hə. Yəni hamısı Qeydlər. ardıcıl şəkildə bizim keçdiyimiz ardıcıllıqla tətbiqdə elə həmin sıralama ilə verilir. Yəni hansı dərs keçirirsə, həmin ardıcıllıqla yüklənir tətbiqə. Hər bir mövzu altında həmin mövzuya aid sınaq. İndi mən bu adları da dəyişdirmişəm. Artıq mövzu sınağı yazılmır. Elə deməli birincidə elə dərsin adı nədirsə, testin də üstünə onu yazılır. Video həmin dərsin videosudur. Test həmin dərsin testidir. Bu mətn materialı isə həmin dərs üçün oxumalı olduğumuz qeyd, konspekt və yaxud da materialdır. Üzərinə vuranda tətbiqdə açılır və siz bunu əyani istifadə edə bilirsiniz. Oldu. Mən bir dənə inteqrasiyadan sonra, inteqrasiyanı da keçən dəfə dedimdə sizə o qədər dərindən başa düşməmişəm sözünüzü. Hı -hı. Onu İnteqrasiya təkrarda danışırdım. qaydacıyıq, narahat olmayın. Təkrarda Aha, bəli. bəli, ümumiləşdirici sınaqlarımız olacaq. Ümumi sınaqlarda bu kimi məsələlər təbii ki, nəyi ki anlamamışıqsa səhv eləyəcəyik. Həmin səhv eləyəndə biz həmin mövzuların üzərinə təkrar sınaqlarla, situasiyalarla qaydırıq. Ehtiyac olanda mən mövzunu yenə başdan bir də izah eləyirəm. Yəni o çatışmayan cəhətlərə görə narahat olmayın, onların hamısı bir-bir tamamlanacaq. Oldu Ülvi müəllim. Bundan sonra yəni vaxt azalır da biraz ciddi yanaşmalıyıq ki, Bəli, materialı bəli, qurtaraq mütləq yoxsa işləmək təkrarımızı gedə lazımdır. bilər ki, bir iş görə bilək də, yoxsa sonra qalarıq yarı yolda. Nə problem olsa mənə yazın, narahat olmayın. Nə çətinliyiniz, probleminiz varsa. Ehtiyac Oldu olsa deyir Ülvi ki, müəllim. Gecəniz yeni xeyir. başlayan Oldu. qrupumuz olanda mən bəzən olur ki, deyək ki, müəllim deyir ki, mən filan mövzuda çox çətinlik çəkirəm. Adətən bu inteqrasiya və taksonomiya olur. Mən həmin müəllimin adını qeyd eləyirəm. Deyək ki, hansısa mənim yanvar, fevral qruplarım olur. Həmin qrupda həmin mövzuya çatanda həmin müəllimə də xahiş edirəm ki, həmin qrupda həmin dərsə qoşulsun, linki göndərirəm. Orada bir də təkrar o mövzunun izahına qulaq asır. Təkrar o mövzunun sınağını işləyir. Və yaxud da o mövzuya aid sualı varsa, orada canlı dərsdə birbaşa mənə verə bilir. Yəni bunu bu şəkildə problemlərimizi digər qruplara qoşulmaqla həmin müəllimi belə aradan qaldırırıq, narahat olmayın. Oldu Ülvi müəllim. Gecəniz xeyrə qalsın. Sağ olun, gecəniz xeyrə qalsın. Gecəniz xeyrə. Danışacağıq biz taksonomiya mövzusunun davamından və tapşırıq nümunələrindən baxacağıq. Bulumun idraç taksonomiyasının yuxarı təfəkkür səviyyəsinə keçid eləmək üçün keçən dərsdə qeyd elədik ki, bizim məktəb situasiyasında baş verən proseslərin çoxunda müəllimlərimiz yuxarı təfəkkür səviyyəsinə keçməklə bağlı iş aparmırlar. Çünki müəllim düşünür ki, dərsi evə verdi, uşaq öyrəndi, əzbərlədi, gəldi. Yəni xatırlamaq mərhələsinə cavab verdi. Sonra uşağa mən suallar verdim. Uşaq bu sualları öz başa düşdüyü formada, anladığı dildə mənə keçdi, deyək ki, anlamaq səviyyəsinə. Sonra da mən uşağa test verdim və uşaq bu testləri yazdı. Bu da oldu tətbiq etmək mərhələsi. Deyir da mən nə etməliyəm? Müəllim olaraq
Uşağa dərs verirəm, soruşuram, test yazdırıram. İş bitdi. Bütün proseslər burada tamamlandı da üzərimə düşən bütün işi yerinə yetirdim. Amma bildiyimiz kimi bu belə deyil. Bütün dünyada proses tam fərqli olaraq işləyir. Müəllimin əsas məqsədi şagirdi aşağı təfəkkür səviyyəsindən yuxarı təfəkkür səviyyəsinə keçirməkdir. Yuxarı təfəkkür səviyyəsinin 3 mərhələsi və hər mərhələyə uyğun şagirdə tapşırıqlar işlətməklə onun beyninin idraki inkişafını təmin etmək olur və onu növbəti mərhələyə keçirmək olur. Bu gün biz yuxarı təfəkkür səviyyəsinin mərhələlərini bir-birindən fərqləndirməyi və hər mərhələyə uyğun tapşırıq hazırlanmasında taksonomiyanın rolunu müəyyənləşdirəcəyik ki, rol nədir? Eyni zamanda qiymətləndirmə bu vəsaiti vasitəsi deyək daha dəqiq olsun, hazırlayan zaman e, belə deyək, e, taksonomiyadan necə istifadə eləməliyik? Bu sualların cavabını müəyyənləşdirəcəyik. İlk olaraq başlayırıq yuxarı təfəkkür səviyyəsinin ilk mərhələsi olan təhlil etmək mərhələsindən. Təhlil etmək mərhələsinin xüsusiyyətini e, belə deyək, bir çox hallarda görməyəndə bu suallara cavab verə bilmirlər. Ümumiyyətlə, əzbərlənilən məsələ budur ki, təhlil etmə mərhələsində deyək ki, əsərin müəllifinin mövqeyinin müəyyənləşdirilməsi və əsaslandırılması kimi fəaliyyətlər həyata keçirilir. Bəli, bu da təhlil etməyin tərkib hissəsidir, amma təhlil etmək daha geniş bir anlayışdır. Təhlil etmək mahiyyət etibarı ilə hər hansı bütöv bir prosesi e, uşaq beynində hissələrə parçalayıb, nə üçün məhz bu şəkildə parçalandığını izah etməsi mənasına gəlir. Yəni, təhlil etməyin beyindəki qarşılığı budur. Bütöv bildiyimiz bir anlayışı, misal üçün, metodika, sual verirsiniz ki, müəllim, metodika nədir? Mən metodika nədir sualına, metodika bütöv bir anlayışdır. İçində çox geniş məsələlər var, sinif qaydaları, prosedurları, müəyyən pedaqogikadan nəzəriyyələr var. Daha sonra iş formaları, iş üsulları, taksonomiya, biliyin növləri, interaktiv təlimin təşkili qaydaları, bu kimi çoxlu məsələlər var. Soruşursunuz, metodika nədir? Mən demirəm ki, hə, bu imtahanda düşən bir ayrıca fəndir. Sizin üçün bu bütöv şəklində olan metodikanı hissələrə parçalayıram. İzah edirəm ki, metodikanın içində təhsilə aid sənədlər də var, fəal interaktiv təlimi təşkil etməyin yolları da var, iş üsulları, iş formalarının izahı da var, həm şagird davranışının idarə olunması da var, effektiv müəllim, şagird müəllim valideyn münasibətləri də var. Pedaqogikadan götürülmüş bir neçə pedaqoji və psixoloji nəzəriyyələr də var. Yəni bütöv sizin beyninizdə olan o metodika anlayışı ki, nədir sualına cavab axtarırsınız. Eyni şeyi mənə verirsiniz. Mən o bütöv anlayışı parçalayıram və nə üçün deyək ki, metodikanı öyrənməyə başlayanda filan nəzəriyyəni keçirik, filan qaydanı öyrənirik, nə bilim, qayda, prosedur gözəl və s. bu cür nə metodikanın tərkibində yer alan hər şeyi parçalayıb sizin üçün ortaya qoyuram və niyə metodika deyəndə bu məsələlər hamısı bir arada nəzərdə tutulur, nə üçün bəs pedaqogikadan minlərlə nəzəriyyə var pedaqogikada, onların içərisindən 10 dənəsi götürülüb. Bu kimi məsələləri sizə izah edirəm. Bax, bu zaman mənim beynimdə gedən idraki proses, idraki mərhələ olur təhlil etmək mərhələsi. Yəni, burada mən əsərdə müəllif mövqeyi müəyyənləşdirmədim ki, və yaxud da ən səmərəli yolu müəyyənləşdirmədim ki, təbii ki, yox. Amma yenə də beynimdə gedən proses
Sizin üçün bütöv o anlayış kimi görünən metodika anlayışını hissələrə parçalayıb, nə üçün məhz bu məsələlərin metodikada olduğunu sizin üçün təhlil elədim, izah elədim. Bu da olur təhlil etmək mərhələsi. Bax, müəllimləri çaşdıran hissə məhz budur. Çünki ən səmərəli yolun müəyyənləşdirilməsi təhlildir. Müəyyənləşdirib həm də əsaslandırmaq ki, niyə mən bu yolu seçdim, bu təhlildir. Müəllifin mövqeyini əsərdən müəyyənləşdirib əsaslandırmaq, bu da təhlildir. Amma elə bu təhlil bundan kifayətlənmir. Təhlil etmə mərhələsi çox böyük bir anlayışdır. Bir daha qeyd edirik ki, taksonomiyanın mərhələlərinin adında bu təhlil etmək, dəyərləndirmə və sair. Bunlar Azərbaycan dilindəki leksik qarşılığı ilə bir tutulmamalıdır. Çünki bu mərhələlərin adları hər biri bir termindir. Termin olduğu üçün də bunlar öz daxilində çox böyük pedaqoji və psixoloji xüsusiyyətlər daşıyırlar. Biz elə iki dənə söz götürüb ən səmərəli yolu müəyyənləşdir, əsaslandır, müəllifin mövqeyini müəyyənləşdir, əsaslandır olaraq təhlili əzbərləyə bilmərik. Belə olan halda biz testlərdə cavabı təhlil olan sualların heç birini tapa bilmərik. Təhlil məsələsinin mahiyyəti budur. Bütöv bir anlayışı hissələrə parçalayıb, onun hissələrinin nə üçün məhz bu şəkildə parçalandığını izah edə bilmək bacarığıdır. Təbii ki, məlumatları müqayisə eləmək də var təhlildə. Biz müqayisəni anlamaqda demişdik. Amma burada artıq müqayisə eləyib içindən birini seçmək də tələb olunur. Ki, qərar verir. Misal üçün, müəllimsiz, sizdən istəyiblər ki, Respublika Fənn Olimpiadasına bir dənə uşaq göndərməlisiniz. Girirsiniz, fərz eləyək ki, 9-cu sinifə, deyirsiniz ki, uşaqlar, kim mənim fənnimdən, kimya, biologiya, fizika, tarix və olimpiyadaya getmək istəyir. Uşaqlardan bir 7-8 nəfər deyir ki, müəllim, mən getmək istəyirəm. Siz bir nəfər uşaq göndərməlisiniz, bir nəfər uşaq tələb olunur. 8 nəfər uşaq var. Neynəməliyik? Demək, bu uşaqları müqayisə eləməliyik. Bunları qiymətləndirməliyik, aralarından birini seçməliyik və digərlərini də əsaslandırmalıyıq ki, bax, bu yoldaşımızı seçdik, hansı səbəbdən seçdik, niyə seçdik? Bax, buradakı da müqayisədir, amma biz bu müqayisəyə anlamaq deyə bilmərik. Siz burada müqayisəni bu tərəflərdən birini seçmək üçün həyata keçirmisiniz. Yoxsa ki, elə müqayisə edirəm, olduğu kimi ortada saxlayıram, sadə müqayisə. Fənnimizdə hər hansısa bir imtahana düşən suallardakı Venn diaqramları misal üçün. Sadəcə bir müqayisədə ikisindən birini seçmirik ki, müqayisə edirik, deyək ki, A-ya uyğun xüsusiyyətləri yazırıq, B-yə uyğun xüsusiyyətləri, oxşarları da ortaya yazırıq, qurtarır gedir. Biz aralarında seçim edəmirik. Hamısına özünə aid olanı daxil edirik. Amma mənim bu qeyd elədiyim situasiyada biz əlimizdə olan 7-8 şagird, lap olmasın 7-8, elə olsun 2 şagird. İki şagirddən birini seçib kriteriya uyğunluğunu yoxlayıb onu yarışa göndəririk, olimpiyadaya göndəririk və digər uşağı əsaslandırırıq ki, səni niyə seçmədim, yoldaşı seçdim, hansı oxşar və onun səndən hansı artıq xüsusiyyətləri var, bunu ona izah eləməliyik. Bax, bu zaman ikisindən birini seçmək üçün etdiyimiz müqayisə olur artıq təhlil etmək. Ümidvaram ki, prosesin mahiyyətini sizə izah eləyə bildim. Yəni, təhlildəki müqayisə ilə anlamaqdakı müqayisə bir-birindən fərqlənir. Anlamaqdakı müqayisə, elə müqayisə eləyirsən, yerində qalır. Təhlildəki müqayisədə isə o müqayisə etdiyin nəsnələrdən seçib birini götürürsən və yaxud da ikisini götürürsən, fərqi yoxdur. Məsələnin mahiyyəti bu, yəni təhlildə daha mürəkkəb, müqayisənin üzərinə daha mürəkkəb bir proses əlavə olunur. Biz də demişik ki, taksonomiyanın hər bir mərhələsi özündən əvvəlki mərhələləri öz daxilində ehtiva edir. Yəni, təhlil etmək mərhələsinin daxilində xatırlamaq da var, anlamaq da var, tətbiq də var. Belə. Təhlil etmək mərhələsinə aid tapşırıqları strukturlaşdırsaq, deməli, mahiyyətdə nə yaranır? Məlumatı hissələrə ayırmaq, strukturunu müəyyənləşdirmək. Bayaq dediyim metodikanı hissələrə ayırıram, strukturunu müəyyənləşdirirəm, sizə izah edirəm. Əlaqə və fərqlilikləri aşkara çıxarım.
Müxtəlif elementlər arasında mürəkkəb səbəb-nəticə əlaqəsi qurmaq. Sadə formada səbəb-nəticə əlaqəsi qurmaq bu anlamaqdır. Amma daha mürəkkəb səbəb-nəticə əlaqələrini, yəni məlumatın tərkibində bir-biri ilə əlaqəliliyi ortaya çıxarmaq, bütövi parçalayıb onun daxilindəki əlaqələri mahiyyətinə varmaq, bu artıq daha mürəkkəb proses olduğu üçün təhlil etməyə gedir. Sadə primitiv imtahan testlərində düşənlər isə bu anlamağı yoxlayır. Hansı ki, bu formada diaqramlar verilir. Səbəb, nəticə. Belə verilir. Səbəbi verir, nəticəni sual işarəsi qoyub və yaxud da səbəbə sual qoyub, nəticəni verib deyir tap. Bu ən sadə formasıdır da, bu anlamaqdır. Amma mən metodikanı sizin üçün paylaşdırıram, açıram, hissələrə ayırıram. Sonra bu nəzəriyyə niyə bura salınıb, bunun səbəbini sizə izah edirəm. Sonra bu, məsəl üçün, taksonomiya mövzusu niyə var metodikanın içində, müəllim bunu niyə bilməlidir? Bu da səbəb-nəticədir. Yəni, müəllimin bilməsinin səbəbləri var və nəticədə taksonomiya proqrama düşür. Bunları sizə izah edirəm. Bu daha mürəkkəb prosesdir. Bunu açıb izah edirəm. Amma belə hazır verilib, buna bax, onu tap, ona bax, bunu tap və yaxud da bir mətn də verilir hələ bunun üstündə. Həmin mətnə baxıb oradakı səbəb-nəticə əlaqələrini izah edir. Bu anlamaqdır. Azərbaycan dilindəki səbəb-nəticə əlaqəsi suallarının çoxu mətnlərin altında olur. Uşaq qayıdıb mətni oxuyur, mətndə səbəb-nəticə əlaqəsini müəyyənləşdirir, gəlib aşağıda bu cümlələri yerinə qoyub tapır, yazır. Bu ən sadə formasıdır, bu anlamaqdır. Buna biz təhlil deyə bilmərik. Çünki mətn qabağında bu aşağıdakı bu səbəb-nəticə sualının da cavabını uşaq harda tapacağını bilir ki, mən qayıdıb mətnə baxmalıyam. Bu anlamaqdır. Əgər mətni anlayıbsa, bu səbəb-nəticə diaqramında doldura bilir. Anlamayıbsa doldura bilmir. Bu ən sadəsidir. Daha sonra bu bayaq dediyim müqayisəli analiz aparmaq, yəni iki uşaqdan birini seçməliyik, iki əsərdən birini seçməliyik və s. Bu cür fakt və fikri ayırmaq. Fakt və fikri ayırmaq. Fakt danılmaz olur, yəni bir həqiqət olur. Fikir isə subyektivdir, hər kəsə görə dəyişə bilir. Fakt və fikri ayırmaq budur. Bax, bunu da təhlillə insan eləyə bilir. Tapşırıq nümunələrinə baxaq. Məsəl üçün, təhlil etməyi uşaqlarda necə biz ölçə bilərik? Əsərdən verilmiş parçanı oxuyun. Müxtəlif fikri daha dərin, yox, müxtəlif yox, burada müəllif söz olmalıdır, səhv yazmışam. Müəllif. Müəllif fikri daha dərin ifadə etmək üçün hansı simvoldan istifadə etmişdir fikrinizi əsaslandırın. Bax, bu təhlildir. Həmin simvolun ideyası ilə bağlılığı, həmin simvolun mətnin ideyası ilə bağlılığını müəyyənləşdirin. Hansı cümlə verilən fikri təsdiqləyən və yaxud da təksib edən arqument hesab edilə bilər? Və yaxud da tarix fənnində Şah İsmayılın verdiyi qərarların hansısa birini o dövrə ən uyğun qərar hesab etmək olar. Bunu uşaq təhlil etməlidir. Adətən bu tip suallar, Çaldıran döyüşündə kitabın yanında var belə bu tipli sual. Şah İsmailə gəlib deyirlər ki, Osmanlı ordusu əsas silahlarını gətirənə qədər gəl biz hücum eləyək gecə vaxtı. Bu İsmailin xoşuna gəlmir. Deyir ki, mən karvanbasan quldur deyiləm ki, gecə vaxtı hücum edeyim. Gözləyək, qoy bütün ordu silahlarını və s. ordularını təşkil eləsinlər, ondan sonra hücum edərik. Bu hücumda onun məğlubiyyətinə səbəb olur. Burada artıq bu vəziyyətdə, yəni hiləgər davranıb gecə hücum eləmək olardı. Sadəcə Şah babamız bundan razılaşmır. Deyir, biz quldurlar kimi gecə hücum eləməyəcəyik, kişi kimi səhər döyüşəcəyik. Bax, bu qərar adətən uşaqlarla müqayisə edirsən, uşağın təhlil bacarığını yoxlamaq üçün uşağa deyirsən ki, bala, bu qərar həmin üçün, dövr üçün uyğun qərar edilməyi necə düşünürsən? Yəni, artıq burada Şah İsmailin verdiyi qərarı uşaqlar, adətən çox uşaqlar, indi zamanə uşaqlarda da deyirlər ki, yəni, o boş söhbətdir, hücum eləmək lazım idi. Əgər orada fürsət var idisə, onu dəyərləndirmək lazım idi. Tarix qalibləri yazır. Belə düşünən uşaqlarımız çoxdur. Bu təhlil əsasıdır. Növbəti mərhələ gəlir dəyərləndirmək.
Dəyərləndirmə mərhələsi tənqidi təfəkkürün yarandığı mərhələdir. Fikir verin, tənqidi təfəkkür harda yaranır? Dəyərləndirmə mərhələsində. İş üsullarından debat iş üsulu dəyərləndirmə mərhələsinə aid iş üsuludur. Yəni dəyərləndirməyi formalaşdırır uşaqlarda. Sonra yaradıcı təfəkkürü stimullaşdırır. Fikir verin, yaradır demirik, stimullaşdırır. Yəni qıcıqlandırır, hərəkətə gətirir. Amma yaradıcı təfəkkürün yaranması gedir düşür yaratmaq mərhələsinə. Dəyərləndirmə mərhələsində istəyir ki, insan öz fikirlərini əsaslandırsın. Əsaslandırmaq üçün düzgün arqumentlər gətirsin, yəni sübutlar. Mən sizə qarşı bir fikir səsləndirirəm və yaxud da niyəsə qarşı, kiməsə qarşı. Və bu fikrin doğruluğunu sübut eləyən sizə faktlar gətirirəm, nümunələr gətirirəm, əsas gətirirəm ki, mən düşünürəm ki, filan hadisə pisdir və niyə belə düşündüyümü sübutlarla, faktlarla sizə əsaslandırıram, göstərirəm ki, bax bu sübutlar var, bu faktlar var, bu pisdir. Meyar üzrə qiymətləndirmə aparmaq da həmçinin dəyərləndirməkdir. Yəni sizin özünüzün beyninizdə müəyyən bir meyarlar üzrə deyək ki, yazı işi yoxlayırsınız, summativ qiymətləndirmə və yaxud da yarış keçirdirsiniz. Həmin meyarı qoyub qarşınıza, uşaqları o meyara görə qiymətləndirirsiniz. Bu zaman beyninizdəki proses dəyərləndirməkdir. Ümumiləşdirsək, dəyərləndirmə mərhələsində insandan tələb olunur nə? Yəni şagird bizə dəyərləndirmə mərhələsində olduğunu göstərmək üçün hansı bacarıqlar nümayiş etdirməlidir? Fikirləri əsaslandırmalıdır, öz fikirlərini əsaslandırmalı və əsaslandırdığı fikri arqumentlərlə, faktlarla, sübutlarla müdafiə etməyi bacarmalıdır. Və yaxud da uşağa bir neçə alternativ fikirlər təqdim edirik. Onların arasından seçim eləməlidir, hansısa birini götürüb niyə götürdüyünü bildirməlidir ki, mən bu fikri seçirəm, çünki belə düşünürəm. Ortada olan fakt və dəlilləri qiymətləndirmək. Bəzən insanla danışanda kimsə bizə əks fikirlər səsləndirir və bu əks fikirlərini sübut etmək üçün səhv olan faktlar və dəlillər irəli sürür. Yəni aldatmağa çalışır bizi. Amma dəyərləndirmə mərhələsində olan beyin həmin fakt və dəlilləri qiymətləndirir ki, bunlar həqiqətən də doğrudurmu, yanlışdırmı? Məsələn, siz üçün elə belə bir dənə internetdə məqalə yazıb qoyaraq ki, bu illəri nə bilim MİQ imtahanında 200 sual olacaq, vaxt 6 saat olacaq. Bir dənə elə belə hansısa saytlardan birinə və yaxud da Wikipediya özümüz yazıb yerləşdirərik. İnanın ki, bir iki saat sonra görəcəksiniz ki, sosial şəbəkədə və s. müəllimlər söküb dağıdırlar ki, imtahanda sualların sayı 100-ə qalxıb, vaxt 6 saat olacaq, mən 6 saat otura bilməyəcəm, biri deyəcək 100 sual çoxdur. Bu cürlə çoxlu rəylər alacaq. Heç kim də baxmayacaq. Elə bir nəfər götürüb qarşısına çıxan adam skrin eləyib onu paylaşacaq hansısa qrupda və bu böyük bir, necə deyirlər, ajotaj yaradacaq. Amma heç kim soruşmayacaq ki, ay müəllim, sən deyirsən bu 100 sual olacaq. Bu götürdüyün mənbə hansıdır? Sən bu şəkili çəkmisən, skrin eləmisən. Bunu hardan götürmüsən? O birisi də cavab yazacaq ki, filan qrupa paylaşmışlar, qrupdan götürdüm. Kim atmışdı onu qrupa? Hansı saytdan götürülüb? Harda yazılıb? Hamı e, belə deyək də, ən azı bir 10 gün heç kim gecə gözünə yuxu getməyəcək ki, imtahanımızı çətinləşdirdilər. Çünki bizə fakt, sübut kimi bir şəklin belə, adi Photoshopla düzəlmiş bir şəklin belə ciddi təsiri var. Çünki qəti şəkildə onu analiz eləmirik. Yəni düşünürük ki, əgər bir şey var, onun da şəkli varsa, bu sübutdur da, dəlildir. Amma bu şəkil nə dərəcədə əsaslıdır? Nə dərəcədə bu həqiqət ola bilər? Bir çox şəkili dəyişdiriblər, düzəldiblər. Bax, bu kimi məsələlər qalır sual altında. Bizə əsla belə şey getmir. Bir şeyin bizdə şəkli var, WhatsApp-da səs yazısı var kiminsə, kimin tərəfindən yazıldığı bilinməyən bir səs yazısı varsa, bu üçün sübutdur. Və yaxud da nazirin şəklini TikTokda paylaşıb, üstünə hansısa bir məlumatı paylaşırlar, yazırlar ki, bütün müəllimlər işdən azad olunacaq. Bunu skrin eləyir müəllim, göndərir mənə ki, müəllim deyir, siz bu işlə məşğulsunuz, bir dənə baxın görün, bu məlumat həqiqətdir. Baxıram, 10 dənə yerdə hərf səhvi olan nazirin şəklidir, üstünə də qırmızı hərflə yazı yazıblar. Bu 10 yerdə hərf səhvi var.
Deyirəm, sizcə bu nazirin rəsmi açıqlamasıdırsa, bu nazirin dilindən eşidərdiniz. Və yaxud da naziri rəsmi şəkildə paylaşırsa, ən azından bu mətndə hərf səhvi olmaz da. Bir sözdə 10 dənə yerdə hərf səhvi var. Demək ki, bu əsaslı mənbə deyil. Bax, fakt və dəlilləri hamısını elə mən bu faktdır, bu dəlildir kimi qəbul etmək olmaz. Bunları qiymətləndirmək lazımdır. Dəyərləndirmə mərhələsinə aid çoxlu tapşırıq işləyən uşaqlarda bu bacarıq formalaşır. Bax, elə sonuncu da budur. Mənbənin etibarlılığını və uyğunluğunu dəyərləndirmək. Bizə çox mənbə ata bilərlər. Lazımsız bir saytdan, lazımsız bir link ata bilərlər ki, bax burada yazdı, bura gir bu linki oxu. Girirsən məqaləyə, görürsən ki, e, göndərirlər də bəzən ki, bəs imtahan vaxtı 1 saata endirildi. Nə bilim, sual sayı 30-a endirildi. Yəni keçid balı 31 idi, indi olub 11. Bir dənə görsən müəllim link atıb. Deyir ki, müəllim bax bu linkdən girdim, oxudum. Sizcə bu düzgündür? Girirəm linki açıram, saytın adı qeyb olmuş məhəbbət adası. Saytın adına baxın, yəni girmişəm, oxuyum ki, görüm sertifikasiya falan nə yeniliyi var. Saytın adı qeyb olmuş məhəbbət adasıdır. Qeyb olmuş məhəbbət adası adlı saytda sertifikasiya ilə, təhsillə bağlı hansı etibarlılığına güvənə biləcəyimiz məlumat paylaşıla bilər? Təhsil Nazirliyi paylaşmayıb, Təhsil İnstitutu paylaşmayıb, heç hamısı İnsan Resursları Mərkəzi paylaşmayıb. Göndərib link girirəm ki, o qeyb olmuş məhəbbət adasıdır da. Həmin o saytı işlədənlərin bir taktikasıdır da. Bu bilirlər ki, müəllimlər 100% girib oxuyacaqlar. Bir dəqiqə hamı tətikdədir ki, təzə nəsə çıxar, birdən xəbərim olmaz. Ona görə belə bir dəxilsiz imtahan qaydaları dəyişdi başlığı ilə bir dənə məqalə yazırlar. Bunu görən bütün müəllimlər qruplara göndərir və o tıklanma sayı artır. O sayt da reklam alır deyə hər tıklanmaya görə müəyyən 1 dollar ya 2 dollara yaxın pul keçir onlara reklama qarşılığında. Bunu 50 min müəllim, 60 min müəllim tıklayanda dollara çevirəndə hərəsindən 1 dollar gəlsə 60 min dollar edir. Və qeyb olmuş məhəbbət adası saytı bax beləcə pul qazanmış olur təhsillə də əlaqəli. Axırda yazır ki, üzürü sayın dəqiqləşməmiş informasiya paylaşmışıq. Məqaləni silirlər, qurtarır gedir. Qazanan onlar olur. Biz də qalırıq belə ki, müəllim link göndərir ki, müəllim bir dənə bu linki yoxlayın, baxın məqalədir. Qeyb olmuş məhəbbət adası. Budur vəziyyətdə. Yəni şagirdlərdə formalaşdırmaqdan danışırıq, amma dediyim kimi də müəllimlərin özündə belə bu məsələ ilə bağlı proses özü çox inkişaf etməyib. Misal üçün, ekologiyanın vəziyyətinə münasibət bildirin, fikirləri əsaslandırın. Bu bu tipli tapşırıq nümunəsi ilə dəyərləndirmə mərhələsini uşaqda inkişaf etdirmək olar. Sən Nadir Şahəfşarın yerində olsaydın, siyasətdə hansı dəyişiklik eləyərdin? Nə üçün? Bu tipli suallar verməklə hansı hökmdarın yerinə uşağın özünü qoymasını və prosesə yenidən baxmasını istəmək olar. Gəlirik sonuncu mərhələ, yaratmaq mərhələsi. Bu mərhələ idraç taksonomiyasının son mərhələsidir. Bu mərhələdə şagirdlər bəzi element və hissələri əvvəllər onlara aydın olmayan, onların əvvəldən bilmədiyi, onlara təqdim olunmayan nümunə və yaxud da struktur formasında yenidən inşa edib tərtib edirlər. Yəni, bura qədər keçdikləri mərhələlərdə qazandıqları bilikləri bu dəfə ortaya yeni bir məhsul çıxarmaq üçün belə deyək, istifadə eləyirlər. Bura qədər istifadə etdiyi məlumatlar, hansısa bir məqalədir, mətndir oxuyub, onu yadda saxlayıb oldu xatırlamaq, öz sözləri ilə deyə bilir, anlamaq, müəyyən situasiyalarda istifadə edir, vəziyyətdən çıxır, oldu tətbiq. Onu hissələrə bölür, parçalayıb, nə üçün bu şəkildə qurulduğunu izah edə bilir, təhlil. Ona öz fikrini bildirə bilir, dəyərləndirmək. Həmin məlumatdan istifadə edib ortaya yeni bir məhsul qoya bilir. Onun əsasında yeni bir qeyri-standart mövqe, yeni yanaşma, yeni model, yeni layihə, yeni proyekt ortaya qoya bilirsə, yəni öyrəndiklərinin hamısını hamarlayıb ortaya yeni bir şey çıxardır
Bu artıq yaratmaq mərhələsidir. Yaratmaq mərhələsində insanın bu idraki addımların hamısından keçərək son gəlib çata biləcəyi nöqtədir. Yəni bir insan idrakının çata biləcəyi ən son nöqtə yaratmaqdır. Bundan o tərəfəsi yoxdur. İnsan öyrəndikləri, oxuduqları əsasında yeni bir məhsul ortaya qoyur. Məsəl üçün yazıçılar uşaq yaşlarından çoxlu kitablar oxuyurlar. Həyatlarının bəlli bir qisminə qədər bu davam eləyir. Daha sonra özlərinin həyata baxış prizması, yanaşması formalaşır. Daha sonra bu yanaşmalarını qələmə alıb yeni bir əsər yaradırlar. Özlərinə məxsus süjet xətti olur, özlərinə məxsus bir yazı, fikir ifadə etmə tərzi. Biz ona deyək ki, filan yazıçının qələmi güclüdür. O qələm ki var, onun yazıçı özü oxuduqları, öyrəndikləri əsasında mən necə yazacağam, fikrimdə tutduğum ideyanı necə çatdıracağam, bu kimi məsələlər gəlib çıxır ortaya və sonunda yeni bir əsər yaradır. Bir növ həm Lev Tolstoy misalı, Dostoyevski misalı. Məsələn, Dostoyevskinin əsərlərində deyək ki, bağçadan keçib, həyətdən keçib evə daxil olmaq bir 30 səhifə gedir. Ətrafı, təbiəti, o bağçanı, həmin insanın evə daxil olana qədər ki, yaşadığı ruh halı, beynindən keçən fikirləri həmin an o qədər dəqiq təsvirlərlə verir ki, təbii ki, çox adam üçün bu yorucudur, çünki əsər çox ağır sürətlə gedir. Personaj bir dənə həyətdən keçib evə çıxmaq üçün 30 səhifə oxuyursan, son nəticədə əlin qapıya atıb hələ. Əlin qapıya atır, həmin an beynindən keçən düşüncələr, ürəyində, daxilində yaşadığı duyğular, həyatdan gözləntilərinə qədər hər şeyi ifadə edir. Bax, bunu bu formada ifadə eləmək bu Dostoyevskinin dəsti xəttidir. Oxuyub öyrəndilərində həm təbiətin təsviri, insan hisslərinin təsviri, daxildəki mübarizənin təsviri, bu artıq onun yaratdığı yeni bir məhsuldur. Heç də onun oxuduğu bütün əsərlərdə bu formada təsvir olmayıb. Deməli, yaratma mərhələsini ümumiləşdirsək, yaratma mərhələsində müxtəlif bilik sahələrini birləşdirərək yeni məhsul yaratmaq nəzərdə tutulur. Plan, model, orijinal, yəni heç kimdə olmayan, heç kimin kopyası olmayan, özümüzə məxsus çıxış yolu hazırlamaq və yaxud da qarşısına çıxan verilmiş bir problemi yaradıcı yolla həll etmək nəzərdə tutulur. Yeni fikri irəli sürmək və yeni irəli sürdüyü fikri strukturlaşdırmaq ideyası nəzərdə tutulur. Misal üçün, dərslərdə məqalə, mətn oxuyanda mətni yarıda saxlayıb, yeni sonluq yazın deyəndə artıq uşaq bu mətnin davamını qoyub kənara özü fikirləşib yazmalıdır. Səni maraqlandıran problemi müəyyənləşdir və yeni həll yolu təqdim et. Bu da həmçinin yenilik ideyası üzərində işdir. Problemlə bağlı məsələdə demişdik ki, biz problemi üç formada həll eləmək olur. Problemi sadə yolla həll eləyəndə bu olur məntiqi təfəkkür. Problemi səmərəli yolla həll eləyəndə olur tənqidi təfəkkür. Problemi yeni yolla həll eləyəndə bu olur, buna qoyaq, yaradıcı təfəkkür. Yəni, yaratmaq mərhələsi. Gəlir növbəti məsələ, biz niyə feilləri əzbərləmirik? Çünki feilləri əzbərləyən insanları çaşdırmaq asan olur. Taksonomiya feilləri əzbərləyəcək qədər sadə bir proses deyil. Misal üçün, əzbərlədik ki, müəyyənləşdir sözü xatırlamaq mərhələsindədir. Bu formada biz taksonomiya öyrənə bilmərik. Bloom taksonomiyasında istəsəm mən bu müəyyənləşdir feilini 4-5 mərhələdə işlədə bilərəm. Biz situasiyanın mahiyyətinə baxmalıyıq. Yəni, cümlənin sonundakı müəyyənləşdir feilinə yox, bütöv cümlədə bizə nə məna verir? Mənası nədir? Ona baxmalıyıq. Bu zaman biz düzgün cavab tapa bilərik. Feillər görürsünüz, ikisi də müəyyənləşdirdi. Baxıram,
Birinci müəyyənləşdirə. Verilənlərdən meyvələri müəyyənləşdir. Verilib bir neçə meyvə və arasında deyək ki, tərəvəzlər var. İbtidai sinif şagirdlərinə ən çox bu tipli suallar verilir. İçindən meyvələrin şəkillərini seçib lövhədə yapışdırmalıdır. Uşaq təbii ki, indi evə gələndə atası, anası meyvə alıbsa, uşaq artıq evdən onu tanıyır. Sadəcə yadına salmalıdır ki, bu meyvələrdən hansı meyvədir. Bax, burada olur xatırlamaq mərhələsi. Öz gələcək hədəfini və hədəfə gedəcək planı müəyyənləşdir. Burada isə olur artıq yaratmaq mərhələsi. Öz gələcək hədəfini və hədəfə gedəcək planı müəyyənləşdir. Burada artıq yaratmaqdır. Özün üçün bir hədəf qoyursan, həmin hədəfə doğru səni aparacaq bir plan müəyyənləşdirirsən. Buradakı müəyyənləşdirlə buradakı müəyyənləşdir eyni şey deyil. Ona görə də biz feylə yox, bir dənə qısa bura baxmırıq. Bunun əvəzinə biz bütöv cümlənin mahiyyətinə baxırıq. Mahiyyət bizə nə ifadə edir? Yəni, feildən əvvəlki hissədə bizə mütləq bir tapşırıq verilir. İndi baxaq, deməli, sual nümunələrinə. Görək bu sualların öhdəsindən necə gəlmək olar. Oxuya bilərsiniz, Agün müəllimə? Bəli, müəllim. Şagirdlərə Səfəvi dövlətinin əsasının qoyulması ilə bağlı fakt verilmişdir. Əldə edilən məlumatı yadda saxlayaraq cədvəldə qeyd etmək və dövlətin rəsmi olaraq nə vaxt qurulduğunu müəyyənləşdirmək lazımdır. Bu anlamaqdır. Anlamaqdır dövlətin. Yadda Cədvəldə saxlayan. qeyd etmək, yoxsa xatırlamaq? Sizcə hansıdır? Diqqətlə Xatırlamaq. Bəli, sadə də yadda Xatırlamaq, saxlayır. bəli. Sonra da rəqəmi deyir ki, nə vaxtdır? Bəli, bu xatırlamaqdır. Çünki Bu asan. sadəcə rəqəmi yazırıq. Amma nə isə Bəli. müqayisə olsaydı anlamaq olardı orada. Bəli, artıq çətin olur. Bu da sadəcə hafizəyə, yaddaşa əsaslanır. Deyir, bu faktı oxu, həmin faktı yadda saxla. Bu suala baxaq. Sizcə burada nədir? Burada elə bildim sual dəyişməyib. Deməli, şagirdlərə Səfəvi dövlətində mərkəzləşmənin güclənməsi ilə bağlı məlumat verilmişdir. Əldə edilən informasiyanı şərh edərək Səfəvilərə mərkəzi hakimiyyəti niyə vacib olduğunu izah etmək və verilmiş faktlar əsasında əlaqəni müəyyənləşdirmək lazımdır. Bu anlamaqdır. Bəli, burada artıq anlamaqdır. Bəli. Burada artıq bir mərhələ çatdı. Çünki verilmiş faktlar arasında əlaqə qurmaq. Sorsam ki, biliyin növü nədir? Buna nə cavab verəcəksiniz? Məntiqi təfəkkür, yoxsa Yox, biliyin növü. biliyin növü. Bəli. Konseptual. Bəli, bəli. Konseptualdır. Yaxşı, təfəkkür nə olar bəs? Məntiqi təfəkkür. Bəli, tamamilə doğrudur. Məntiqi təfəkkür, konseptual bilik, anlamaq mərhələsidir. İndi bu suala baxaq. Şagirdlərə Səfəvi dövlətinin əsas siyasi hadisələri təqdim olunmuşdur. Əldə edilən məlumatlardan istifadə edərək bu hadisələri xronoloji ardıcıllığa salmaq və cədvəldə hadisələrin düzgün sırasını müəyyənləşdirmək lazımdır. Bu tətbiqdir. Bəli, burada artıq öyrəndiyimiz məlumatı Tətbiq xronoloji edirik. ardıcıllıq situasiyasında tətbiq edirik, yəni işə salırıq. Bu tapşırıq verilib də uşağa. Uşaq bu tapşırığı icra eləməlidir. Bu icra üçün də Səfəvilər dövlətinə aid hadisələri verilmiş situasiyada tətbiq etməyi bacarmalıdır. Və mərhələni tapmaq üçün uşağın beyninə giririk ki, uşaq bu verilmiş tapşırığı icra eləmək üçün beynində hansı mərhələyə aid tapşırıq gedəcək. Növbəti sual. Şagirdlərə Səfəvi-Osmanlı münasibətlərinə dair 2 fərqli tarixi mənbə təqdim olunmuşdur. Əldə edilən informasiyanı qarşılaşdıraraq mənbələrdə göstərilən səbəb-nəticə əlaqələrini cədvəldə ayırmaq və Çaldıran döyüşünə gətirən əsas amilləri müəyyənləşdirmək lazımdır. Bunun üçün artıq təhlil lazımdır. Təhlil. Bəli. Burada artıq daha mürəkkəbdir. Yəni, buradakı səbəb-nəticəni biz anlamaqla qarşılaya bilmərik. Döyüşə gətirən əsas səbəbləri müəyyənləşdirməyə bu artıq bir mərhələdə yuxarı çıxdı. Bunun yarımçısı burada cədvəldə ayırmağa qədər olsaydı, yenə təhlili götürürdük. Yəni o vədən sonrakı hissə olmasa. Yox, o sadə qalacaqdı artıq. O olacaqdı, elə anlamaqda qalacaqdı. Mən təhlilə keçirmək daha da mürəkkəbləşdirir. Təhlilin üzərinə, anlamağın üzərinə
əlavə proseslər gəlmişik. Biz deyirik axı, taksonomiyanın hər mərhələsi özündən Hı hı. əvvəlki mərhələdə olan haqq hesabları öz içində gəzdirir. Bəli. Təhlildən əvvəl də 3 mərhələ var deyə fikir verin. E, Məlumatları öyrənmək, bu xatırlamaq. Sonra səbəb-nəticə əlaqəsi müəyyənləşdirmək, bu oldu artıq anlamaq. Onları Anlamaq. cədvəldə ayırmaq, oldu Hı hı. tətbiq. Gətirən Bəli. əsas amilləri müəyyənləşdirmək artıq oldu təhlil. Yəni biz o Təhlil. sonuncu təhlil olduğu üçün ona görə biz deyirik ki, çünki dördünü də öz içində ehtiva edən ancaq təhlildir. Ona görə də bu formada gəlir. İndi bu Şagirdlərə Şah İsmayıl və Şah Təhmasibin dövlət idarəçiliyi və xarici siyasəti barədə məlumatlar təqdim olunmuşdur. Əldə edilən faktları nəzərə alaraq hansı hökmdarın siyasətinin dövlətin uzunmüddətli sabitliyinə daha çox töhfə verdiyini seçmək və seçiminizi arqumentlərlə əsaslandırmaq lazımdır. Bu dəyərləndirmədir, çünki öz seçiminin arqumentlərindən dəyərləndirəcək. Hamısını mən bir mövzudan yazdım ki, bəzən müəllimlər sual verirlər ki, müəllim, taksonomiyanın bütün mərhələlərini bir mövzuda eləmək olar? Təbii ki, olar. Bir mövzuda da, bir cümlədə də, bir mənbədə də, bir mətnin içində belə bütün mərhələlərə aid tapşırıq vermək. Bəli, burada dəyərləndirməkdir. Eyni mövzuda davam edirik. Hı hı. Hı. Sonra şagirdlərə Səfəvi dövlətinin hərbi və siyasi quruluşu haqqında məlumatlar təqdim olunmuşdur. Əldə edilən biliklərə əsaslanaraq dövlətin müdafiə gücünü artırmaq üçün yeni Səfəvi islahat paketi adlı model hazırlanmaq. Bu artıq olacaq yaradıcılıq, çünki yenisini hazırlayırıq. İslahatın məqsədini, tətbiq mexanizmini və gözlənilən nəticələri özünüz müəyyənləşdirmək lazımdır. Bəli. Yaratmaq. İstənilən dövlət üçün də zəifləyən, dağılan Hı istənilən -hı. dövlət üçün uşağa bu cür sual vermək olar ki, sən hökmdar olsaydın, bu dövləti Bəli. dağılmaqdan, zəifləməkdən, məğlubiyyətdən necə xilas edə bilərdin? Burada artıq uşaq, çünki tarixi hadisə belə olmayıb, axı uşaq alternativ Hı -hı. tarix ssenarisi Bəli. fikirləşməlidir. Bu olur artıq, bəzən deyirlər ki, tarix fənnində yaratma mərhələsi olmur. Eləmək çətindir, amma eləmək mümkündürmü? Bəli. Olmur sözü doğru deyil. Tarixdə də alternativ Ancaq belə tarix. desək ki, sən hökmdarın yerinə olsaydın nə edərdin? Bu dəyərləndirmək olar. Hə, bu artıq Hı vəziyyət -hı. dəyişir. Burada Bəli. amma Hı -hı. konkret deyirsən ki, əməlləri Bəli. göstər, bir model hazırla, Hı -hı. ayaqda saxlamaq üçün bir islahatlar düzəlt, bir layihə düzəlt, dəyişdirəcəyin şeyləri konkret olaraq qeyd elə. Burada artıq uşaq o bir var sadəcə fikir olaraq bildirmək, bir də var əməl olaraq konkret yazıb göstərməlidir. Burada artıq yaratmağa keçiddir. Eyni şey burada Azərbaycan Xalq Cümhuriyyəti üçün eləmişəm. Burada mərhələləri müəyyənləşdirmək lazımdır. Deməli, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə bağlı əsas faktları xatırlamaq üçün təqdim olunan məlumatları nəzərdən keçirin və AXC-nin rəsmi olaraq elan edildiyi ili müəyyən edin. Bu xatırlamaq. Bəli, buna yazıram X xatırlamaq. Hı -hı. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bağlı əsas səbəbləri təqdim edilmişdir. Verilmiş məlumatları şərh edərək AXC-nin niyə Cənubi Qafqazda ilk demokratik respublika kimi formalaşdığını izah edin, anlamaq, şərh etmək var burada. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə bağlı təqdim olunan faktları nəzərə alaraq verilmiş xəritədə AXC-nin ərazi sərhədlərini müəyyən etmək və sərhədləri düzgün şəkildə xəritədə işarələmək tapşırığı yerinə yetirilir. Bu oldu tətbiq. Bəli, tətbiq. Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hərbi vəziyyəti ilə bağlı 3 müxtəlif mənbədən rəsmi hökumət sənədi, dövrün mətbuat yazısı və xarici diplomatın hesabatı məlumatı təqdim olunmuşdur. Verilmiş mənbələrdəki faktları bir-birlə müqayisə edirik. Ortaq vurğulanan səbəbləri, mənbələr arasında fərqli göstərilən nəticələri, hər mənbənin mövqeyini müəyyən edən əsas arqumentləri ayrı-ayrı cədvəllərdə təsnifləşdirin. Bu oldu təhlil. Bəli, çünki 3 fərqli mənbədir Bəli. və bu Hı mənbələrdən -hı. sənəd, mətbuat yazısı, xarici diplomat hesabatı, Bəli. bunlar arasında təhlil iş aparır. Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi islahatlar haqqında məlumat verilmişdir. Təqdim olunan faktları nəzərə alaraq sizcə AXC-nin ən uğurlu islahatı hansıdır və bu islahatın ölkənin gələcək inkişafı üçün daha vacib hesab edilməsinin səbəblərini arqumentlərlə əsaslandırın. Sizcə varsa dəyərləndirməkdir burada. Bəli, fikrimizi istəyir də Bəli. ki, özün seç Hı birini -hı. və əsaslandır ki, Bəli. izah elə ki, niyə sənin üçün bu Hı -hı. yaxşıdır. Növbəti. Azərbaycan Xalq Cümhuriyyətinin quruluşu və 2 illik fəaliyyəti haqqında məlumatlar təqdim olunmuşdur. Verilən faktlardan istifadə edərək, əgər AXC 1920-ci ildən sonra da fəaliyyətini davam etdirsəydi, ölkənin inkişaf strategiyası necə ola bilərdi mövzusunda strateji inkişaf modeli hazırlayın. Bu da olacaq yaratmaq. Bəli, bu da olur.
Hı hı. tamamilə sonuncu yaratmaq mərhələsi. Bunu da qeyd edirəm qarşısına. Yaratmaq. Deməli, bir dənə ümumiləşdirmə aparsaq, xatırlamaq, anlamaq, tətbiq etmək mərhələsi oldu nə? Aşağı təfəkkür səviyyəsi. Deməli, biz işimizi elə uşaq test yazır deyib yekunlaşdıra bilmərik. Biz məqsədimiz olmalıdır ki, uşağa təhlil, dəyərləndirmək, yaratmağa keçirək. Yəni, yuxarı təfəkkür səviyyəsinə. Bunun üçün də uşağa bu təfəkkür səviyyələrini inkişaf etdirən tapşırıq nümunələri verməliyik. Çünki aşağı təfəkkür səviyyəsi uşaqda xatırlamaq, icra etmək, bacarıqları formalaşdırmaq, konsepsiya və prinsipləri anlamaq kimi sadə bacarıqlar formalaşdırır. Amma yuxarı təfəkkür səviyyəsi uşaqlarda hərtərəfli düşünmək, strateji düşünmək və mühakimə yürütmək kimi daha yuxarı səviyyəli, çətin bacarıqlar formalaşdırır. Bunun üçün də verəcəyimiz tapşırıq nümunələri də burada qeyd eləmişəm. Bu tapşırıq nümunələri də həmçinin yəni biz uşağa hesabla, şəkil çək, faktoloji suallar verməklə yuxarı təfəkkür səviyyəsini formalaşdıra bilmərik. Biz uşağa mütləq suallarda təhlil eləmək, nəticə müəyyənləşdirmək, layihə hazırlamaq, yeni dizayn hazırlamaq, arqument gətirmək, məntiqi arqumentlərdən istifadə etmək, əsaslandırmaq kimi tapşırıqlar verməliyik ki, uşaq bunu eləyə-eləyə beynində yuxarı təfəkkür səviyyəsinin mərhələləri formalaşsın, inkişaf etsin. Növbəti baxırıq, deməli, bu taksonomiyanın summativ və yaxud da qiymətləndirmələr hazırlananda tətbiqinə. Biz belə eləyirik də, summativ qiymətləndirmə hazırlayanda adətən, nə bilim 20 ballıq suala bir o qədər də ki, sual qoymuruq da. Bəzən müəllimlərin summativləri çıxır qarşıma qruplardan və sair. Görürəm ki, 15 ballıq, 20 ballıq 4-cü səviyyənin sualına çətin bir dənə faktoloji sual qoyublar. Soruşanda da müəllim deyir ki, bu sual çox çətin yerdədir, nə bilim xəritənin içindədir, sarı yeri, mənbənin içərisindədir, uşaq bunu dəqiq bilməyəcək. Ona görə bunu qoymuşam ora. 4-cü səviyyə adlandırırlar, amma bu belə deyil. Biz xatırlamaq mərhələsi və anlamaq mərhələsinə aid olan nisbətən asan suallara verməliyik 1-ci səviyyə, yəni 2-3 bal və yaxud da 4-5 bal. Anlamağa aid çətin suallar və tətbiq mərhələsinin sualları olmalıdır 2-ci səviyyə. Sonra gəlirik. Təhlil etmək və dəyərləndirməyə aid asan suallar. Olmalıdır 3-cü səviyyə, bəzən 4-ə də vermək olar. Amma sırf yaratmaqla dəyərləndirməyin çətin sualları, bunlar olmalıdır sırf 4-cü səviyyə. Yəni 20 ballıq sual dediyimiz suallar şagirddən yaratmaq mərhələsinin xüsusiyyətlərini tələb eləməlidir. Bunlar da necə olur? Burada qeyd eləmişəm, cədvəl böyüdür, hamısını da oxumaq istəmirəm. Onsuz da konspekti paylaşacağam proqramda. Layihə hazırlamaq, fikir formalaşdırmaq, təşəbbüs təklif irəli sürmək, dəyişiklik eləmək, modifikasiya eləmək, planlaşdırma aparmaq, hansısa yeni bir məhsul yaratmaq kimi məsələlər çıxır ön plana bu 4-cü səviyyənin tapşırığını. Yəni əslində 20 ballıq sual belə olmalıdır. Ümumiyyətlə isə son olaraq tapşırıq hazırlayarkən nəyə diqqət yetirmək lazımdır? Birinci təbii ki, summativ yazanda elə summativdir, yazım kağızdır, atım qalsın orada. Sənəd sünədim düz olsun yox. Biz fikirləşməliyik ki, ölçüləcək bacarıq nədir? Yəni testi yazanda və yaxud da indi açıq sual, qapalı sual, situasiya sualı. Düşünməliyəm ki, şagirddə hansı bacarığı ölçürəm mən bu sualla? Yəni bu suala cavab verən şagirddə hansı bacarıq ölçülür? Bu bir. Uşağın qiymətləndirmə meyarı. Mən bu uşağı hansı meyar əsasında qiymətləndirirəm? Hansı təfəkkürü yoxlayır bu tapşırıq? Yuxarı təfəkkürü yoxsa aşağı təfəkkürü? Və yaxud da tapşırığın sinifə uyğunluğu. Bəzən biz 5-ci sinifin summativlərinə baxıram, müəllimlər indi hazırlayırlar, əziyyət çəkirlər. Baxıram ki, 11-ci sinifin deyək ki, sinif testlərində və yaxud da ki, DİM-in test bankında yer alan mürəkkəb sxemlər var.
Düzdür, sualın içərisindəki biliklər 5-ci sinifin kitabına aiddir, amma sualın quruluşu elədir ki, uşaq o sxemi necə yazmalıdır, necə cavablandırmalıdır, başa düşə bilmir. Yəni içindəki biliyi bilir, onun kitabındandır, amma sxemin forması, sualın başa düşmə forması çox çətin formada tərtib olunur və 5-ci sinif uşaqları o summativi yaza bilmir, zülm çəkirlər. Bax, bu o deməkdir ki, ola bilər ki, sən 5-ci kitabından istifadə edib o summativi düzəlsən, amma o sxemin anlamaq səviyyəsi uşağın o zehni inkişaf səviyyəsinə uyğun deyil deyə 5-ci sinif üçün uyğun deyil bu formada sual hazırlamaq. Yəni uşağa verdiyimiz tapşırığın da tələb olunan müəyyən bir fəaliyyət var, zehni fəaliyyət, həmin onun dərinliyi və genişliyi nəzərə alınmalıdır və differensiallaşma. Sualları buna görə biz 4 səviyyədə hazırlayırıq ki, hər səviyyədən olan uşaq bu suallara heç olmasa 3-ünə 5-ünə cavab verə bilsin, öz səviyyəsinə uyğun qiymət ala bilsin. Belə, taksonomiya ilə bağlı mənim deyəcəklərim bu qədər idi. Bu taksonomiya videosunu da birinci hissənin keçən dərsdə danışdığımız hissə ilə birləşdirəcəm, tətbiqi əlavə edəcəm və sınağını da eyni zamanda konspektini də sizlərlə bölüşəcəm. Bunu işləyəcəksiniz. Belə, sözünüz, sualınız varsa mənə verə bilərsiniz. Xeyr, müəllim, çox sağ olun, aydın oldu. Bir də Buyurun. biliyin növlərini zəhmət olmasa aktivləşdirərsiniz testi. Bəli, əlavə Sağ edəcəm onu. Arzuzu aktivləşdirəcəm. Sağ olun, gecəniz xeyrə Sağ olsun. olun.